Mən nə bilim o deyim, məzələnirsən məndən. Bu nə qaldı? Bir dəqiqə deyəm. Nə oldu be? Deyin yaxınqın vaxtı çatıb hə səni. Aha, satdım ha ayrı. Deyirsən hə? Ha? Qardaş, mən maşın yağını dəyişməyi nəzərdə tuturdu. Mən səhv başa düşdüm. Eləmi, ayrına araçda. Motorun yağını dəyişmək pulsuzdur. Sonra motorxananın təmizlənməyi pulsuz. Sonra. Təkərə hava vurulmağı, digər texniki baxışların hamısı pulsuzdur. Qaşa yaz sonra. Belə şey gözləmir. Gedim ona biz kofe içək. Kofeyi burada veririk də, öyle o da pulsuz xidmətindədir. Hə. Eşitdim bax. Eşitdim, onda sən işini gör Baleza. Biz gedək kofemizi içək gəlir. Narahat olma. Qadan alma, Allah xeyir versin. Bütün məlumatlar da burada yazır. Gördün mü Aska? Ləzzət elədi. Pulsuz xidmət, qazan, hər şey alır. Uşaqlara demişəm bura gəlsin. Problem yox, ticarət mərkəzinin yanı. Bırak qada Qadan alaram, sulu yeməyinə də fikir ver. Nə dedin ha? Bizə su yemək verirlər. Sen var mısın? Yemekler. Ha! O